Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Baku TV-nin efirində idman xəbərlərini izləyirsiniz. Affanın prezidenti Rövşən Nəcəf Qarabağ klubunu UEFA Çempionlar Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib. Stat: Azərbaycan futbol tarixində növbəti mühüm uğura imza ataraq UEFA Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanan Qarabağ futbol klubunu və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram. Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda səfərdə Liverpula 0-6 hesabı ilə məğlub olub. Buna baxmayaraq daha əvvəlki oyunlarda topladığı xalların hesabına Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin play-off mərhələsini adlayaraq tarixi uğura imza atmış oldu. Komanda səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idman mediası və azarkeşlər tərəfindən coşqu ilə qarşılanıb. Tahir Başkan, Tahir Başkan oley! Tahir Başkan, Tahir Başkan oley! Ötən gün UEFA Çempionlar Liqasında mübarizə aparan Azərbaycan çempionu Qarabağ səfərdə Liverpulla qarşılaşmadan sonra turnirin liqa mərhələsindəki mübarizəsini tamamlamış oldu və ölkə futbolu adına yeni tarix yazdı. 6-0 hesablı məğlubiyyətə baxmayaraq topladığı xalların hesabına Qurban Qurbanovun komandası yarışın ən güclü 24 komandası arasında qaldı və play-off mərhələsinə vəsiqəsini təmin etdi. Hazırda gördüyünüz kimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanındayıq və ölkə futbolunun fəxri olan Qarabağ klubunu qarşılayırıq. Sevindiricidir, çox sevindiricidir. Yəni illər boyu çox əziyyət çəkmişdik klub olaraq və ikinci dəfə idi Çempionlar Liqasının qrup mərhələsindəydik və bu il oyunların sayı daha çox oldu. Əlbəttə ki, əvvəlcədən fikirləşirdik ki, ancaq qrup mərhələsinə düşsək bəs eləyər. Amma sonradan biraz işimiz elə gətirdi ki, və bugün 22-ci komanda olduq. Və əlbəttə ki, bu Azərbaycan futbolu üçün, həm də öz klub olaraq bizim üçün çox böyük uğur, çox böyük nailiyyətdir və futbolçularımı, xalqımızı təbrik edirəm. Yəni elə bir səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Yəni bu hal-hazırda bütün komandalar qarşısına qoyulan məqsəd maksimum yuxarı nəticələr göstərməkdir. Bəli, bugün bəlkə PSG bizim üçün daha böyük ad kimi görünür, amma ümumən Premier Liga İngilis klubları, yəni biz dünən də bunun tam şahid olduq və Chelsea ilə oyunda da Bakıda biz onların gücünü tam bilmişdik və bir o qədər mən onları bir-birindən ayırmaz idim. Belə oyunlarda bəzən bəzi komandaların daha yaxşı idman forması olması nəticəni təmin eləyir. Ona görə belə hansı xeyirlisisə o da olsun inşallah. Şadıq. Bununla baxmayaraq dünənki məğlubiyyətin də biraz təəssüfünü keçirdirik. Ümumi götürsək bizim üçün yaxşı bir Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik və bu Liverpool oyunu bizim üçün yaxşı bir dərs olacaq deyə düşünürəm. Bu oyunun xeyrini gələcəkdə görəcəyik. Ümumi baxsaq, Newcastle biraz daha PSG-dən daha bizə uyğun rəqib kimi görünür, amma hər iki rəqib də çox güclüdür və onlara qarşı layiqli mübarizə aparmağa çalışacaq. Liverpool'la oyun bizim üçün yaxşı olmadı. Bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur. İndi yolumuza davam etməliyik. Qarşıdakı play-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik. Mərhələni adlamağımız üçün çox xoşbəxtdik. Təəssüf ki, Liverpool'la maçda məğlub olduq. Lakin ümumi nəticədən razıyıq. İndi play-off mərhələsinə köklənmişik. Ümid edirəm ki, qarşıdakı oyunda daha da yaxşı çıxış edərək, daha da irəli gedə bilərik. Niyə də olmasın? Mən Fransalıyam. Ona görə də PSG ilə qarşılaşmaq istərdim. Dünyanın ən yaxşı oyuncularına qarşı oynamaq hər zaman maraqlıdır. Futbolu elə buna görə. Böyük komandalarla mübarizə aparmaq üçün oynayırıq. Şəxsən mən rəqib kimi PSG-ni arzulayıram.
Qarabağın sürpriz transferi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Belə ki, komanda dünyaca məşhur futbolçu Rəhim Sreyongi sıralarına qatmağı planlaşdırır. Türkiyənin Getto Sport saytının yaydığı xəbərə görə Köhlənatlar 31 yaşlı təcrübəli oyunçunu Çempionlar Liqası maçları üçün 6 aylıq icarəyə götürməyi planlaşdırır. Hazırda Chelsea-də forma geyinən yarım müdafiəçi peşəkar karyerasına Queen's Park Rangers klubunda başlayıb. Sterling, Liverpool, Manchester City və Arsenal kimi klubların da şərəfini qoruyub. Sözü gedən oyunçu 10 il futbol üzrə İngiltərə millisinin şərəfini qoruyub. Onun hazırki transfer dəyəri 5 milyon avrodur. UEFA Çempionlar Liqasının play-off mərhələsindəki potensial rəqiblər barədə danışan PSG-nin baş məşqçisi Luis Enrique Qarabağla qarşılaşmaq istədiklərini deyib. Klubun rəsmi saytına danışan İspan mütəxəssis bunları bildirib. Sitat: "Play-offa çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Həm Monaco, həm də Qarabağla qarşılaşmağa hazırıq. Görəcəyik. Ümid edirəm ki, bu Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib Qarabağla oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik." Statın sonu. Azərbaycan çempionu play-off mərhələsində ya PSG ya da Newcastle-la qarşılaşacaq. Püşkatma sabah keçiriləcək. AFFA İntizam Komitəsi Qarabağ klubunu 2500, Neftçini 2000 manat cərimələyib. Buna Azərbaycan Premyer Liqasının 17-ci turunda yaşananlar səbəb olub. Ağdam təmsilçisi Kəpəzlə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatından ziyana düşüb. Bakı klubu isə Zirə ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib. Bundan əlavə İmişli Araz Naxçıvanla maçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Araz Naxçıvanın 4 futbolçusu sözü gedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana salıblar. Sabahda isə Karvan Yevlaqla qarşılaşmada 5 nəfər eyni halla üzləşib. Bayquşlara 700 manat cərimə tətbiq olunub. Fenerbahçe nümayəndələri yanvar ayında mümkün transferlə bağlı N'Golo Kante ilə birbaşa danışıqlar aparıblar. 34 yaşlı yarım müdafiəçinin Əl İttihadla müqaviləsi yayda başa çatır və Türkiyə klubu Kantenin Avropaya qayıtması üçün Səudiyyə Ərəbistanı təmsilçisi ilə transfer məbləği üzrə razılığa gəlməyə ümid edir. Fabrizio Romano'nun məlumatına görə Fenerbahçe futbolçuya artıq müqavilə təklifi edib və yaxın vaxtlarda iki klub arasında rəsmi danışıqların başlaması gözlənilir. Belə, dəyərli izləyicilər, İdman xəbərlərini izlədiniz. Sağ olun, salamat qalın.